Dostlar, Oxford lüğətini, bax, dünyanın bütün İngiliscə sözlərinin olduğu lüğəti oxumağa davam edirik. Bax, belə bir qalın lüğət. Deməli, burada qalmışdıq. Bilmədiyiniz sözləri yaza bilərsiniz. Bugün accent sözünü işləyəcəyik. Görək bunun neçə mənası var. Accent. Accentin təkcə ləhcə mənası yoxdur. Baxın, 1, 2, 3, 4, gör nə qədər mənası var. 4 dənə mənası var. Accent. Yaxud da belə də tələffüz olunur. Accent. Accent, accent. A way of pronouncing the words. Bu necə bir lüğətdir? Sözü verir və onun izahını verir. Biz izahını tərcümə edək. Sonra görək bir sözlə dilimizdə necə qarşılığı var. A way of pronouncing the words of a language. Bir dilin sözlərini tələffüz etmə metodu. That shows which country, area or social class a person comes from. Və bu bildirir ki, hansı ölkədən, bölgədən və ya sosial sinifdən həmin o insan gəlir. Yəni, bunun bizim dildə bir sözlə ifadəsi nədir? Ləhcə deməkdir. A strong, broad accent. A strong, broad accent. Deməli, güclü, burada şey mənasındadır, strong, güclü yox, kəskin, aydın hiss olunan. Yəni ki, bu aydın, kəskin hiss olunur ki, bu filan bölgədəndir. Məsələn, Qaxdandır, Şəkidəndir, Füzulidəndir, Şuşadandır, Qubadandır, yəni bilinir dəqiq. A broad accent. A broad accent. Yəni belə də demiyorlar. Broad accent nədir? Aydın hiss olunan, qatı ləhcə. One that is very noticeable. Noticeable, yəni dostlar, nə deməkdir? Çox nəzərə çarpan. Çox nəzərə çarpan. Məsələn, buranı qaçırtdıq, oxumadıq. A northern Dublin. Dublin accent. Yəni şimali a northern accent. Şimal ləhcəsi. Dublin accent. Dublin ləhcəsi. Yəni İrlandiyanın paytaxtı. Indian accent. Hindistan ləhcəsi. Scottish accent. Şotland ləhcəsi. She spoke English with an accent. O İngilis dilini ləhcə ilə danışdı. Sonra ikinci məna. The emphasis that you should give to part of a word when saying it. Bir sözü, yəni o vurğudur. İkinci mənasını indi bir sözlə biləcək nədir? Yəni izahını əl oxuyaq. Vurğudur, hansı ki, sən nə etməlisən? Give to part of a word. Sözün bir hissəsinə verməlisən, onu deyən zaman. Bunun bir sözlə bizim dildə ifadəsi şeydir. Vurğu. Vurğu deməkdir. Deməli, accentin ləhcədən başqa vurğu mənası da var imiş. Sinonimi nədir? Stress. Stress, yəni vurğu. Yəni bunu da deyə bilərsiniz, accenti də deyə bilərsiniz. İndi ona aid bir misal verib ki, cümlədə necə işləndir. In today, the accent is on the second syllable. Syllable. Yəni, bugün sözündə vurğu ikinci hecaya, syllable hecadır, ikinci hecaya düşür. Üçüncü mənası var. A mark on a letter to show that it should be pronounced in a particular way. Yəni, hərfin üzərindəki işarə simvoldur. Hansı ki, göstərir ki, bu hərf should be pronounced, tələffüz olunmalıdır, xüsusi bir tərzdə, müəyyən bir tərzdə. Yəni, bunun da deməli, bizim dildə bu belə gedir də. Yəni, məsələn, bax, indi sizə məsələn, G hərfinin üstündə belə bizdə olur işarə, xət. Görürsünüzmü? Ona accent deyirlər. Accent. Məsələn, indi cümlə oxuyaq. Deməli, canapé has an accent on the E. Deməli, canapé, bax, bunu yaza bilərsiniz. Furşet qəlyanaltısı, bu yemək növüdür. Yəqin fransız sözdür bu.
Adətən fransız sözlərində bax belə xəttlər olur. Furşet qəlyanaltısının, yəni bu sözün E hərfində deyir. Yəni E hərfində vurğu var deyir. Yəni üstündəki bax bu xəttə deməli aksent deyirlər. Yəni aksenti var orada. Dördüncü məna. A special importance that is given to something. Xüsusi bir önəmdir. Elə bunun mənası da belə gedir. Yəni xüsusi önəm. Accent. Accent. Xüsusi, əsas önəm. Yəni xüsusi önəmdir, hansı ki verilir bir şeyə. İndi cümlədə də oxuyub tam biləcəyik nə deməkdir. Synonym emphasis. Emphasis. Yəni ki vurğu. Yəni vurğu. İndi oxuyuruq cümləni. In all our products, the accent is on quality. In all our products, the accent is on quality. Bizim bütün məhsullarımızda xüsusi əsas önəm nəyə verilir? Keyfiyyata verilir. Sonra feil kimi accent. Baxın, isim kimi vurğu birinci yerə düşür, amma feil kimi accent. Accent. Nə deməkdir? To emphasize a part of something. Bir şeyin bir hissəsini, müəyyən bir yerini nə etmək? Vurğulamaq. Yəni bir sözlə mənası bir şeyi daha nəzərə çarpan etmək deməkdir. Accent feil kimi. Accent feil kimi bir şeyi daha nəzərə çarpan etmək və ya ona xüsusi vurğu vermək deməkdir. Sonra accented. Sifət kimi accented. Spoken with a foreign accent. Accent. Yəni yabancı, xarici, əznəbi ləhcə ilə danışılan. İndi buna aid misal var. Deməli, he spoke heavily accented English. O deyir, yəni necə danışırdısa bilinirdi ki, ingilisdir. Yox, bilinmirdi ingilisdir, əksinə. O, ana dili məsələn birinin fransızdır, rusdur tutaq ki, amma ingiliscə danışır. Bilinir ki, yəni bu ingilis deyil də. Ona görə orada belə bir heavily sözü qoyurlar. Yəni heavily yəni nə deməkdir? Yəni qatı, kəskin şəkildə bilinir ki, bu adam ingilis deyil. He spoke heavily accented English. O ingiliscə, yəni ləhcə ilə, qatı, kəskin bilinən ləhcə ilə danışırdı. Sonra ikinci mənası technical, texniki bir mənadır. Spoken with particular emphasis. Müəyyən bir vurğu ilə danışılan. Məsələn, accented vowels. Accented vowels. Yəni vurğulu saitlər. Vurğulu saitlər. Accented syllables. Vurğulu hecalar. Üçüncü mənası technical. Üçüncü mənası da texnikidir. Of a letter of the alphabet. Yəni əlifbadakı hərfə aiddir bu. Written or printed with a special mark on it. Üzərində bir xüsusi simvolla, bir işarə ilə yazılmış və ya çap edilmiş. Nə üçün? Çünki göstərilsin ki, it should be pronounced in a particular way. Bu yəni xüsusi bir tərzdə tələffüz olunur. Onun göstərməsinin onun üzərinə xüsusi bir işarə qoyurlar. Accented characters. Burada dostlar, character şey deməkdir. İşarə, simvol, hərf. Kimisə xarakteri deyil, kimisə xasiyyəti mənasında deyil. O işarə, simvol, hərf o mənada. Yəni xətli, accented bu mənada nə deməkdir? Xətli, işarəli, yəni hərflər, simvollar, çox güman ki, yəni bunu deyir. Belə şeylər deyir, bax, görürsünüzmü? Üstündə xətlə. Bunu da oxuyaq, sonuncu bitirək. Accentuate.
Accentuate. İndi bunu da sizə deyim tərcüməsi nədir? Accentuate. Nəyisə vurğulamaq. Nəyisə vurğulamaq. Və ya onu daha da nəzərə çarpacaq hala gətirmək. Nəyisə vurğulamaq və ya onu daha da nəzərə çarpacaq hala gətirmək. Bu bir sözdən ifadəsidir, lüğətə yaza bilərsiniz, amma bunun uzun mənada izahını veriblər. To emphasize something, burada deyirədir, nəyisə vurğulamaq. Emphasize something, or make it more noticeable. Ya da onu daha nəzərə çarpan eləmək. Deməli, daha çox nəzərə çarpan eləmək. Sonra bir də bunun isim kimi mənası var. Deməli, onu da oxuyuruq. Accentuation. 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 Yəni vurğulanma ya da sezilməsi asan. Vurğulanma ya da sezilməsi asan. Gələn dəfə bu sözdən, deməli, accept sözündən davam edərik.